Bir müddət məndə bir işləmiş, bir qısa müddət bir sürücü var idi. Ona qoyulmuş gedişi getmir, çox cərimələrə düşür. Artıq bu gedişi getmirsə, cərimələrə də düşürsə, bu deməli bunu saxlamaq lazımdır. Bu ödəyə bilməyəcək cərimələri. İnsan nə vaxt ödəyə bilər? Gedişi gedir, planı verə bilir. Planı verəndə də cəriməsindən hissə tutursan, qurtarır da söhbət. Bu həm gediş getmir, həm cərimə eləyir. Nəsə bununla danışdım ki, bəs maşını saxlayaq. Maşını təhvil ver də bizdə alınmır. İşimiz alınmır. Adam elə bilir ki, gəlib səndən maşını götürən adam deyil. Telefonda qayıdır ki, gəlib özün götürərsən. Mən bəs daha mədəni formata deyirəm bunu. Gəlib özün götürərsən. Bizdə də GPS var maşınlarda. Görürəm maşın hara gedir, hansı sürətlə gedir. Maşına lazımdır bloklayırıq, heç yerindən tərpənə bilmir. Dedim, yaxşı. Amma sən maşını belə götürməmişdin məndən də. Bizdə söz kamsı müqavilə ilə olur, video çəkişlə olur. Dedim, yaxşı, gəlib götürərik. Getdi ünvanına üzümüzə də çıxmır. Yəni telefonu götürmür. Bizdə də zapas açarlarımız var. Getdik maşınımızı götürməyə. Hansı ki bu sahibkarlıqla məşğul olanda da qanunvericilikləri bilmək lazımdır ki, sənin öhdəvə düşən nədir ki, sən istəməyərək hansısa bir cinayət məsuliyyətinə və yaxud da hansısa bir inzibati xətaya cəlb olunmayasan. Maşınımı getdim götürməyə, video çəkilişlə, zatla necə lazımdır da, yəni qanun çərçivəsindəki maşın təmizdir, yəni maşınımızı götürürük. Adam üstündən 4 ay keçəndən sonra, rovnu 4 ay keçəndən sonra polisə şikayət edib ki, mənim maşınımı oğruyublar qapımdan. Yəni gülüz belə şey ki, polisə şikayət edir ki, o maşın heç onun adına da deyil də, heç yəni adına da deyil və mən o maşını satmışam da öcə. Heç mənim də adımda deyil. Adam polisə göl nə üçün şikayət edir? Sürücüdür. Zəng edib polisə şikayət edir ki, mənim maşınımı qapıdan oğruyublar 4 ay sonra. Amma belə hadisələr də olur.